İlk önce biz bunu koordinat sistemi çəkək və bu verilən nöqtəmizi quraq. X oxu, Y oxu. Yəni x-in -3'ü, x-in -3'ü, y-in də -2 hissəsi. Baxın, bu nöqtə düşdü hara? 3-cü rübə. İndi bizə deyir, saat əqrəbi istiqamətində, yəni 90 dərəcə dönərdi. Saat əqrəbi istiqamətində, yəni bura gəlir. Düşür 2-ci rübə. 90 dərəcə dönmədə, tutaq ki, bir B nöqtəsinə dönürsə, 90 dərəcə və 270 dərəcə dönmədə koordinatlar yerini dəyişir. 2 və 3 yazıram. Amma işarəni rübə görə müəyyən edirik. İndi bax, x-in x-i olmalıdır. X-in x-i. Y-in də 3'ü. Yəni, y ikinci rübdə müsbətdir, müsbət 3 olacaq. X isə ikinci rübdə mənfidir. Ona görə koordinat döndü. -2 və 3 nöqtəsi. Baxın, bura gəlir. -2 və 3 nöqtəsi. Bu da B nöqtəsi. Bax, bu A nöqtəsi idi. Bu da B nöqtəsi. Həqiqətən də biz koordinat başlanğıcı ilə bu nöqtələri birləşdirsək, bu düz xətlər arasında qalan bucaq 90 dərəcə olacaq. Baxın, saat əqrəbi istiqamətində döndü. İkinci rübə düşdü. Koordinatlar yerini dəyişir və işarələr rübə görə müəyyən olunur. Bu da olur -2 və 3 nöqtəsi.